Damarlarınızın tutulduğunu göstərən 5 gizli əlamət. Dostlar, videomuzu bəyənməyi unutmayın. Birinci pilləkən çıxanda təngə nəfəs olmaqdır. Əvvəl rahat çıxdığınız pilləkənləri indi nəfəsiniz kəsilərək çıxırsınızsa, bu ürəyə gedən qan axınının zəifləməsi ilə bağlı ola bilər. İkinci, sinədə sıxılma, yanma və ağırlıq hissidir. Bu ağrı həmişə ürək ağrısı kimi olmur. Bəzən mədə yanması və təzyiq ilə də əlamət verə bilər. Üçüncü, tez yorulmaqdır. Əvvəlki enerjiniz yoxdursa, adi işlərdə belə halsız qalırsınızsa, bunu sadəcə yorğunluqdur deyib keçməyin. Dördüncü, gəzəndə ayaqlarda ağrı, keymə və soyuqluq hiss eləməkdir. Damar daralması təkcə ürəkdə olmur. Ayaqlara gedən damarlar tutulanda, yeriyəndə baldır hissədə ağrı, keymə və ayaqlarda soyuqluq ola bilər. Beşinci, boyun, kürək və sol qola yayılan ağrılardır. Ürək damarlarında problem olanda ağrı sinədə yox, bəzən kürəkdə və qollarda da hiss oluna bilər. Xüsusilə hərəkət və stres zamanı bu əlamətlər daha da arta bilir. Əgər sadaladığım simptomlar sizdə də varsa, özünüzə diaqnoz qoymayın. Həkim nəzarətində təzyiq, şəkər və xolesterini yoxlatdırın. Yanaşı olaraq siqareti tərk edin, qırmızı ət və heyvan mənşəli yağları azaldın, çəkiniz çoxdursa arıqlayın və hərəkət eləyin. Bu prosesdə sizə dəstək olacaq təbii bir vasitə axtarırsınızsa, alfa-xorom istifadə edə bilərsiniz. Alfa-xorom bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində alfa-lipoik turşusu və xrom maddəsi var. Bu maddələr qanda zərərli xolesterin növlərinin toplanmasının qarşısını almağa, damarlara aterosklerozun zədələnməsindən qorumağa, ürək-damar xəstəliklərinin inkişafı riskini azaltmağa və daxili orqanların ətrafında, dəri altında, qaraciyərdə toplanan piylərin parçalanmasına dəstək olur. Məhsulun tərkibindəki xrom maddəsi şəkərli diabeti idarə etməyə yardım edir. Aclıq hissini, şəkərə və şirniyyata olan meylliliyi azaldır. Güclü antioksidant təsiri sayəsində isə qocalma prosesini ləngidir. Məhsulun istifadə qaydası gün ərzində 1-2 tablet kifayət edir. Bildirim ki, alfa-xoromu bütün apteklərdən əldə edə bilərsiniz.